Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 20-si həftənin bazar ertəsi günüdür və son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Azal təyyarəsi Rusiyada təcili eniş edib. Uçuş təhlükəsini təmin etmək məqsədi ilə Azərbaycan Hava Yolları Aviaşirkətinə məxsus Aerobus A320 təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Bundan bağlı demək News 365 AS saytı Azərbaycan Hava Yollarına isnadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib. Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilas etmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla eniş edib və eyni zamanda hava gəmisi uçuş enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.